Bu şeirimi mən TikTok'da şəhid paylaşılan səhifələr arasında özünün video seçimləri ilə, düzəltdiyi videoların mükəmməlliyi ilə seçilən və bütün izləyicilər tərəfindən sevilən bir səhifə haqqında yazdım. Emin 44 Azi səhifəsi üçün yazdım bu şeiri. Yazdım ki, adi səhifə deyil bu, ötüb keçməyin dostlar. Bu səhifədə bilirsiniz nə qədər ağrılar var. Balalarını itirib qara daşa can deyən, dil dodağı kür olan balaya qurban deyən, bütün yolların unudur, qəbir üstün yol bilən, hamının, hər kəsin səhifəsidir bu. Nişanlı ürəklərin, daşa dönən diləklərin, yarım qalan ömürlərin, parçalanan bədənlərin, ana kəlməsi ilə son nəfəsini verənlərin, əsl oğulların səhifəsidir bu. Hər gün balaya gələcək atan deyən, bala üçün yaşayıb əslində çoxdan ölən, şəkillərə sığınıb şəkillərlə dərdləşən, ürəklərini soyuq daşlara açan, o qız gəlinlərin səhifəsidir bu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin.